Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə mətn formatlaşdırma haqqında danışacağıq. Yəni HTML təqlərində olan mətnlərə biz necə təsir göstərə bilərik, onların rəngini və sair formasını necə dəyişdirə bilərik. Bunlar haqqında sizə ətraflı məlumat vermiş olacağam. Ctrl B ilə sol tərəfi bağlayaq. Baxın, artıq burada biz belə deyək də CSS-i tam olaraq öyrənməyə başlayırıq deyə bilərik. Zaten öncəki dərslərimizdə də öyrənmişdik, amma burada daha çox CSS biraz maraqlı hala gəlmiş olacaq. Və biz burada artıq belə deyək də yazdığımız kodların nəticəsini görəcəyik. Fərqli-fərqli formada özəlliklər tətbiq etmiş olacağıq HTML təqlərinə və elementlərinə. Təbii ki, burada mən qeyd etmişəm bəzilərini və bunlar haqqında sizə məlumat verəcəm. Burada da belə bir HTML sənədimiz var bizim. Ekranda bunun çıxdısını da görürük. Live serverindən ayağa qaldırmışam. Ctrl S eləyirəm. Burada refresh olunur səhifə. Və təbii ki, elementləri seçmək üçün bilirsiniz ki, ID adından, class adından istifadə eləmək olar və yaxud da ki, elementin öz adından istifadə eləmək olar. Mən burada bu dərsə fokuslanmağımız üçün sadəcə elementləri öz adı ilə çağırmış olacağam. Ümumilikdə məsələn H1 çağıracağam, P çağıracağam və ya span çağıracağam. Bu formada elementləri çağırmış olacağam. İlk öncə gəlin H1-ə məsələn təsir göstərək. Baxın burada color yazılıb. Coloru tətbiq edək. Coloru bilirsiniz, öncəki dərslərimizdə də istifadə etmişdik. Məsələn bura red yazdığımız zaman deməli həmin elementin içərisindəki teksti nə edir? Red eləyir, yəni qırmızı eləmiş olur. Və yaxud da ki, gəlib burada məsələn P desəm əgər, P-yə desəm məsələn sənin içərisindəki yazılar, columns yox təbii ki, color, məsələn red olsun desəm, Ctrl S eləyirəm, baxın burada qırmızı oldu. İndi gəlin bunu bağlayaq, Ctrl K eləyək, Ctrl S eləyək. Fikir versəz əgər burada span var. Mən P-yə bu özəlliyi verdim. Təbii ki, miras almağı öncəki dərslərimizdə izah eləmişəm mən sizə. Span da P-dən miras aldı. Ona görə də spanın da rəngi burada qırmızı olmuş oldu. Və istəsəm P ayrı, span ayrı olsun. Onun üçün də gəlirəm bura. Spana da deyərəm ki, məsələn, sənin də rəngin tutalım yellow deyə bilərik, green deyə bilərik. Məsələn, green deyək. Ctrl S eləyirəm, green olsun. Fikir versəz əgər yaxınlaşdırıram. Baxın, span içərisində olan tekst yaşıl oldu. Digər P-nin digər hissələrində olan mətnlər isə qırmızı formada olmuş oldu. Yəni colorla biz rəng dəyişimini edə bilirik. Baxın, bunu bilmək lazımdır. Daha sonra font size var burada. Bunları da yazdıqca aşağı çəkək ki, bunları yuxarıda görə bilək. Font size var burada. Çox seçdik. Font size-la isə baxın, fontun size-ını, yəni bu ingilis dili bildiyiniz halda sizə daha rahat olacaq öyrənmək. Təbii ki, əzbərləməyin bunları, istifadə etdikcə öyrəşəcəksiniz. Amma biraz məlumatınız olsun da, həm də burada belə deyək də, bu dərslər dokumentasiya kimi qalır burada. Ola bilər müəyyən bir şeylərdə çətinlik yaşadınız. Gəlib həmən dərslərə baxaraq, belə deyək də, o köhnəlmiş biliyi təzələmiş olacaqsınız. Font size dediyimiz zaman, örnəyin, gəlin P-ni götürək elə buradan. P-yə deyirəm ki, sənin font size-ın məsələn 24 rem olsun ya da piksel olsun. Rem yazmıram heç, piksel yazıram. Ctrl S eləyirəm, baxın yazının pikseli böyüdü və bunu artıra bilərik. Məsələn 44 yazsam əgər Ctrl S eləyirəm, baxın daha böyük formada oldu və ya 14 yazsam daha kiçik formada olacaq. Yəni biz font size-la HTML təqləri içərisində olan yazıları və s. böyüdüb kiçildə bilirik. Təbii ki, bu pikseldir, rəmdir, M-dir. Bunları mən sizə izah eləyəcəm. Bu vahidlərdir, ölçü vahidi kimi baxa bilərik CSS-də bunlara. Bunları dediyim kimi bir neçə dərs sonra sizə izah etmiş olacağam. Əsas məsələ font size bilməkdir ki, hər hansı bir elementin içərisindəki mətnlərin belə deyək də tekstinin size-ını yəni font size-ını böyütmək və ya kiçiltmək üçün istifadə olunur. Təbii ki, burada baxın Ctrl KC etdiyim zaman burada default olaraq bunlarda ölçü gəlir. Bu da browser tərəfindən təyin olunur. Biz artıq gələcək layihələrimizdə həm React, həm belə bu formada HTML, CSS, JavaScript-lə yazdığımız layihələrdə həmən vahidləri də, daha doğrusu stabil olan, default gələn ölçüləri də necə dəyişdirə bilərik, onları da mən sizə izah eləyəcəm. Örneğin, tutalım browser bizə 14 piksellə verirsə bunu, biz istəyirik ki, default olaraq 15 ilə başlasın. Məsələn, deyirəm, default P yazdıqsa əgər, hər hansı bir P elementi yazdıqsa, o 15 ilə başlasın. Bu kimi, belə deyək də, dəyişimləri də biz edə biləcəyik. Yəni, gələcək dərslərimizdə biləcəyik. Hal-hazırda bilmək lazımdır ki, font size sadəcə fontun size-ını dəyişmək üçün istifadə olunur. Daha sonra font family var burada. Məsələn, spanı seçirəm bu dəfə də, fərqini anlamaq üçün. Font family, yəni fontun hansı ailədən olmasını biz seçirik. Şerif və s. istifadə olunur. İndi eləsini seçək ki, siz burada fərqi görə biləsiniz. Məsələn, Verdana seçək, Ctrl S eləyirəm. Baxın, fikir versəz əgər, span fərqli formada oldu, fərqli font ailəsindən oldu. Bax, burada qeyd olunubdur. Mətn formatlaşdırma sadəcə burada bu qeyd olunanlardan oldu. Amma P digərləri fərqli formada qaldı. Bir də ki, font family ilə
Google Fontun istifadəsini də mən sizə göstərəcəm. Yəni Google Fontları çəkib biz layihəmizdə istifadə edə bilərik. Bir neçə dərs sonra ola bilər ki, həmin bu dərsdən sonrakı dərsdə onun haqqında danışdıq. Yəni Google Fontdan da fontları götürüb biz belə deyək də istədiyimiz fontu götürüb istifadə edə bilmiş olacağıq. Amma font family bildik ki, hər hansı bir elementin təqin hansı font ailəsindən olmasını təyin etmək üçün istifadə olunur. Font weight var burada. Burada qalınlığı müəyyən edəcək. Gəlin bunu da span üzərindən yazaq elə. Məsələn, span üzərinə yazıram, font weight yazıram. 400 yaza bilərik. Baxın, bu formada olduğu kimi qalacaq və yaxud da ki 700 yazsaq bold eləyəcək. Ctrl S eləyirəm, baxın bold elədi. Yəni daha qalın formada göstərmiş oldu. Üzərindən keçirəm, fikir verin, çətin bir şey yoxdur. Yəni burada sadəcə görüb bilmək lazımdır bunları. Font weight də dediyim kimi qalınlığı təyin etmək üçün istifadə olunur. Text transform var burada. Bu isə baxın H1 üzərində göstərirəm bunu. Text transform. Baxın, burada bizə capitalize gəlir, lowercase gəlir, uppercase gəlir. Baxın, capitalize yazsaq, fikir verin, CSS mətin formatlaşdırma hər biri kiçik hərflə başlayıb, belə deyil. Ctrl S elədiyim zaman baş hərflərini böyük etdi. Və yaxud da ki, deyə bilərəm ki, lowercase olsun. Ctrl S edirəm, hamısı kiçik formada olsun. Və ya uppercase deyə bilərəm olsun, hamısı böyük hərflə olsun. Baxın, hamısı böyük hərflə yazıldı. Yəni, bu da istifadə olunur. Bunun üçün də gəlib, baxın, text transform yazdınız. Burada Ctrl Space vurdunuz. Baxın, açılır sizə. Təklif eləyir ki, hansıları buradan seçə bilərik biz. Aydındır. Bu da belə. İndi qaytaraq bunu uppercase ilə qalsın. Ctrl S edirəm, bu formada qalsın. Ctrl KC eləyirəm. Text transformu da bunun üçün istifadə edirdik. Daha sonra nə var burada? Text decoration var burada. Baxın. Gəlin bunu da göstərim sizə. Məsələn, bunu gəlin A üzərində göstərək. Aya deyək ki, text decoration. Məsələn, none var burada. Baxın, Ctrl S eləyirəm. Fikir verin, burada İlk öncə bunu bağlayaq. Ctrl-KC eləyirəm. Fikir versəz əgər, burada A təqinə baxsaz, buton yazmışam içərisində və bunun altında bir xətt var. Mən istəyirəm ki, o xətti oradan götürüm, olmasın orada. Onun üçün text decoration-a none desəm, none bilirsiniz nə deməkdir? Yəni bu none hələ ki belə başa düşün. Heç bir şey istifadə olunmasın. Belə qəbul edilir. Yəni boş olsun sadəcə. Nəsə varsa onu götür oradan. Bunu demiş oluruq. Ctrl S elədiyim zaman bu xətt buradan götürülmüş olur. Sonra gəlin məsələn bunun coloruna deyərəm ki, red olsun. Bu formada deyə bilərəm və ya gəlib deyərəm ki, font family məsələn daha fərqli bir şey olsun. Örneğin buradan Verdananı seçək elə. Ctrl S eləyirəm. Baxın bu formada olsun. Yəni çox şey eləmək olar. Məsələn font size-na deyə bilərik. Yəni bu özəllikləri eyni vaxtda yaza bilərik. Small və sair medium var və burada da 23 piksel verirəm. Məsələn, bu formada yazaram. Aydındır? Bu formada bir şeylər yaza bilərik. Bunları indi Ctrl-KC eləyirəm mən burada. Qalsın text decoration-a fokuslanaq. None dediyimiz zaman altındakı xətti götürdük və ya ola bilər ki, mən istəyirəm ki, bunun altında müəyyən xəttlər olsun. Birbaşa dashed var burada məsələn. Bunu seçsəm, baxın, gəlir bura gedir. Onun qalması üçün underline deyilən bir şey var. Bunu seçirsiniz, daha sonra dashedi seçirsiniz. Baxın, altında xətt qaldı. Və yaxud da ki, dotted olmalıdır, səhv eləmirəmsə. Baxın, bunu seçə bilərik bu formada və double var burada. Məsələn, double xətt olsun, 2 dənə xətt olsun altında. Baxın, bunu seçirik, 2 dənə xətt olsun. Və none dediyimiz zaman isə Ctrl S eləyirəm. Baxın, təbii ki, underline götürək buradan, none deyək. Baxın, bu formada altından xətti götürmüş oluruq. Daha çox bu formada istifadəsini görəcəksiniz. Çünki A yazırıq, həmən onun altındakı xəttləri götürməyə çalışırıq. Text decoration-dan yazırıq, keçirik və salam. Rəngin və s. sonra dəyişdiririk. Aydındır? Amma text decoration-ı bu formada da underline-dan da digər formalarda istifadə etmək mümkündür. Bunu da başa düşmək lazımdır. Təbii ki, mən bunları Ctrl-KC elədim. İndi gəlin bunu da buradan Ctrl-KC eləyim bu formada. Və burada biri artıq düşəcək. Gəlin onu da belə eləyək. Ctrl-K eləyib açıram bunu. Bunu da Ctrl-K eləyib açıram. Bu formada qalsın. Baxın, bu formada qalsın. Daha sonra gəlib düşək aşağı. Text shadow var burada. Baxın, bu text shadow əslində biz buradan da istifadə edə bilərik. Amma daha yaxşı olar ki, örneğin nə üçün istifadə eləyək? Məsələn, bunun üçün H1 üçün istifadə eləyək. Baxın, H1 üçün text shadow'un nə olduğunu deyəcəm. Arxaya fon veririk də sanki yox, yəni işi budur zaten. Buradan indi hər hansı bir şeylər seçə bilərik, görək təsiri olacaq. Bu formada təsirini görmürük, amma belə bir şey eləyə bilərsiniz. Məsələn, baxın, axtararsınız. Text, shadow, in CSS. Belə bir şey axtarsaz əgər, görək burada hansıları seçə bilərik biz. Bizim işimizə yarayacaq nə var burada? W3 school istəmirəm mən. Mən istəyirəm ki, generator olsun da. Generator olsun ki, özüm seçə bilim. Məsələn, bura daxil olaq, kontrol vururam, daxil oluram. Görək nə gələcək. Məsələn, belə bir şey gəldi. Bunu götürə bilərik buradan. Baxın, bunun kodlarını verir bizə. Yaxınlaşdırıram. Text shadow'u göstərir bizə. Baxın, text shadow burada göstərdi. Bunu elə birbaşa buradan Ctrl C eləyərəm. Background falan lazım deyil. Gətirərəm, buraya yapışdıraram. Baxın.
Buraya yapışdırdım. Bu ardına yazılana fikir verməyin. Bu sadəcə qeyd olunubdur. Text shadow burada. Bilirsiniz nədir? Əslində yuxarıdan, sağdan, soldan bu formada yazılması üçün istifadə olunur bu vergüllərlə. Amma bu formada hələ ki yazaq yoxlayaq. Ctrl S eləyirəm. Gəlirəm bura layihəmə keçirəm. Və burada görürsünüz arxa fonuna belə bir şeylər düşdü. Siz əlinizlə də bunu eləyə bilərsiniz. Baxın vergüllərlə yazılıb. Hətta biz bunu yazsaq görək nə olar. Red yazıram, vergül yazıram, blue yazıram, green yazıram. Bir də ki yellow yazıram. Ctrl S edirəm. Bu formada bir şey olanda indi bu sağa sola meylliyini də eləməliyik təbii ki. Yəni önəmli deyil. Zaten bunu copy paste eləyib götürəcəksiniz hər yerdən. İndi burada fərqliləri də var bunun. Gəlin baxaq məsələn bunu bağlayaq. Örneğin buradan götürə bilərik məsələn. Tak deməli. Yox, buradan lazım olmadı. Şöyle çıxaq buradan. Bura baxaq. Burada məsələn özümüz təyin edirik. Baxın, fikir verin. Təyin edə bilirik ki, harda olsun. Bax, burada aşağıda pikselləndə göstərilir. Baxın. Məsələn, mən istəyirəm ki, biraz belə çıxarda da bilərik. Amma istəyirəm ki, belə olsun bu formada. Sonra biraz yuxarıda olsun. Bir də ki, belə bulanıq olsun. Blur veririk buna. Rəngini də təyin edə bilərik. Məsələn, yaşıl götürək buradan. Baxın, bu formada götürdü, elə deyil. Bax, burada bizə hazır kodu verdi. Bax, bunu buradan kopya eləyirsiniz. Ctrl-C eləyirsiniz. Gətirirsiniz layihəyə bizə. Text shadow yerinə yapışdırırsınız. Baxın, Ctrl S edirəm, qayıdıram layihəmə baxıram və görürsünüz artıq burada belə bir effekt yaranmış oldu. Bunu digərlərinə də tətbiq etmək olar. Məsələn, P-yə də tətbiq etsək əgər bu formada Ctrl V eləsəm, Ctrl S eləsəm, baxın P-nin də arxa fonunda oldu. Yəni text shadow-dan arxa fon verə bilirik. Biz arxaya fon verə bilirik. Shadow əlavə edirik də, kölgə əlavə edə bilirik, daha doğru desək adını. Aydındır, bu formada istifadə eləmək olar. Yəni əzbərləməyin, zaten bu formada dediyim kimi axtarıb istifadə edəcəksiniz. Yəni bu front tərəfdə demək olar ömür boyu elə olubdu. Əllə yazmağa çox üstünlük vermirik artıq. Daha sonra list style var burada. Bunu da göstərim, ondan sonra dərsi yekunlaşdırıram. Bunu da bağlaya bilərik artıq buradan. Sağa gətirək biraz. List style-a baxdığımız zaman onu da göstərmək üçün gəlin belə bir şey eləyək. Mən bura UL əlavə edirəm. Bir dənə UL. Baxın, UL yazıram. UL içərisinə li yazıram. Məsələn, hello 1 deyirəm. Ctrl-C edirəm. Ctrl-V edirəm. 2-3 kimi artıra bilərik də. Bunlar elə deyil. 3 kimi artıraq. Ctrl-S eləyək. Səhifəmizdə görsəndə elə deyil. Mən istəyirəm ki, bu nöqtələri götürüm. Onda deyə bilərəm ki, bütün lilərə tətbiq etməyi, baxın, deməli, list style none deyə bilərik. List style none deyə bilərik. Baxın, Ctrl-S elədiyim zaman nöqtələr buradan itmiş oldu. Daha sonra belə bir yazılışda görəcəksiniz. 0, Ctrl-S edirəm. Baxın, bunu da yazmaq olacaq. Padding-i indi göstərməyim. Padding indinin də mövzusu deyil. Padding-dir, margin-dir və s. Bunları izah edəcəm. List style-ında bu formada istifadəsi var. İndi burada digərləri də var. Məsələn, Ctrl Space vuraraq buradan digərlərini də seçib yoxlaya bilərsiniz təbii ki. Amma daha çox non istifadə olunduğunu görəcəksiniz. Məsələn, menüyü yığırsınız. Lilər var orada. Avtomatik lilərə list style non deyəcəksiniz. Daha sonra alara deyəcəksiniz ki, məsələn, yuxarıda qeyd etdiyimiz kimi text decoration non elə, yəni altındakı xətti götürüb bu formada istifadəsinin şahidi olmuş olacaqsınız. Aydındır? Bu da belə. Yəni list style-da UL içərisində yazılan lilərin qarşısında nöqtələr ki var, onları götürmək üçün daha çox istifadə olunur. Yəni mən bilirsiniz necə bu fərqli yerlərdə də istifadə olunur. Amma mən sizə real praktikada, iş mühitində ən çox haralarda istifadə olunur, onları göstərirəm. Aydındır? Yəni ən çox list style-da demək olar ki, lilərlə istifadə edəcəksiniz. Daha sonra text decoration ki var, bunu aynen istifadə edəcəksiniz, anın altında xətti və s. götürmək üçün. Təbii ki, digərlərinə də tətbiq edə biləcəksiniz, amma daha çox istifadəsini burada görəcəksiniz. Aydındır? Bu da belə. Bu dərsimizdə ümumi bu özəlliklər haqqında sizə məlumat verdim. Təbii ki, bir sonraki dərsimizdə artıq fərqli özəlliklər haqqında danışacağıq və çalışacağım ki, mövzuları bir-biri ilə əlaqəli formada sizə izah eləyim. Üzrlü sayın dərslər biraz gecikir, bilirəm, neçə dəfə dedim dərsləri çəkəcəm, amma qaldı. Qismət bu günə imiş. İnşallah ki, artıq bu gündən fikrim var ki, dərslər olduğu formada davam etsin. Çünki bizim gələcəkdə elə çox planımız var. İnşallah React, Node.js, Express, daha sonra Docker, Java, Spring, yəni çox belə deyək də texnologiyalar haqqında, TypeScript haqqında dərslər çəkməyi düşünürəm. İnşallah ki, biz deyən olmasın, Allah deyən olsun. Vaxtımız, belə deyək də, enerjimiz, disiplinimiz buna yetsin və bu dərsləri çəkə bilək. Sizi gözlətdimsə üzürlü sayın. İnşallah dediyim kimi artıq
Dərslər bu formada çox böyük ehtimal davam eləyəcək. Çalışacağam ki, disiplinimi qoruyum və dərslərin davamını çəkim. Çünki həqiqətən vaxt tapa bilmirdim. Yəni işlərdən həqiqətən vaxt tapmaq mümkün deyil. Saata da baxsaz əgər bütün dərslər demək olar gecə saat 2-də, 3-də belə bu vaxtlar daha çox çəkirdim. Amma çalışacağam ki, bunu başlamışıqsa davam eləyək. İnşallah ki, davam edib sonuna qədər yekunlaşdıracağıq. Sizdən gələn mesajlar da məni çox motivasiya eləyir. Həqiqətən çox mənə belə deyə də mənə çox xoşdur. Nə yaxşı ki, sizin işinizə yaraya bilirəm. Bu dərsləri siz həqiqətən də belə deyə də öyrənirsinizsə, nə xoş mənə. Belə bu dərsimizdə bu qədər. Bir sonrakı dərsimizdə görüşək.